değerli izleyiciler, ben siyasi blogger Elnur Aliyev. Aşağıdaki videonu görürsünüz. Targov'da çekilmiş bir videodur. Zaman zaman gənclərimiz, çöl həyatına meyilli olan gənclərimiz, yiyəsiz təbəqə öz keyfində. Mən isə öz zamanlığımı, öz həyatımı bu boynu yolunlara həsr eləmişəm. Həyatımı təhlükəyə atmışam. Hər addımım ölüm olan bir həyat yaşayıram. Azərbaycan xalqının ayağa qalxmasını istəyirik. Biz bu xalqla mı ayağa qalxacağıq bu xalqı? Acından ölə-ölə gedib orada atlanıb düşürlər. Küçə həyatı, pozğunçuluq həyat yaşayırlar. Bəzən də deyirəm ki, bu xalqla İlham Əliyevi devirməyimi olar. Mənə deyirlər ki, elə deyib insanları motivasiyadan, həvəsdən salmayın. Fakt reallığı deyirəm də, cəlladına aşıq olmuş xalq deyə keyfdədirlər. Buna bax, acından ölürlər. Makaron yeməkdən mədələri korlanır. Amma gəl, küçə həyatı yaşamağa meyillidir də bu xalqın 90%. Nəyin peşindəsiz? Oraya yıxılanlar gedib şəhid plakatlarının, sökənlərin anasını qayırmır. Bax, hamısı keyfdədirlər. Sizin boyunuzu yerə soxum. Soxum sizin boyunuzu yerə bilət.